Rusiya Ukrayna sahillərində Türkiyə məxsus Golden Leo gəmisinə qanadlı raketlə zərbə endirib. 5 nəfər həlak olub, 5 nəfər isə yaralanıb. Bu barədə Ukrayna mediasında məlumat yayılıb. Rusiyanın strateji aviasiyası ilə bağlı çalışan mühəndis öldürülüb. Ukraynalı bloger Sergey Ivanovun yaydığı məlumata görə Samarada aviasiya mühərrikləri üzrə Kuznetsov Konstruktor Bürosunun İstilik Fizikası və Qaz Dinamikası şöbəsinin rəhbəri Andrey Tisarev izlənərək bıçaqlanıb. Ivanov qeyd edib ki, əməliyyat Budanov dəstələri adlı könüllü bölmə tərəfindən həyata keçirilib. Türkiyə İsrailə xəbərdarlıq edib ki, Mossadın rəhbərliyi altında fəaliyyət göstərən Kürd qüvvələri İran ərazisinə daxil olsa, Ankara İrana hava dəstəyi verəcək. Bu barədə İsrail mətbuatı məlumat yayıb. Amerika İrandan gələn təhdidlər fonunda yaxın şərqə əlavə qırıcılar və yanacaq dolduran təyyarələr göndərir. Amerika İranla gərginliyin artması fonunda yaxın şərqə daha çox hərbi təyyarə göndərir. Bu barədə The New York Times qəzeti Amerikalı rəsmilərə isnadən məlumat yayıb. Onların sözlərinə görə bölgəyə F-16 və F-35 qırıcıları, həmçinin əlavə yanacaq dolduran təyyarələr gələcək. Onların məhz harda yerləşdiriləcəyi hələlik məlum deyil. Qeyd olunur ki, bu Vaşinqtonun İslam Respublikasına qarşı zərbələri gücləndirə biləcəyinin növbəti göstəricisidir. İran Yordaniyanın Əqəbə limanına zərbə endirib. Küveytdə Amerika tərəfindən idarə olunan Atak-MS yer tipli raket sistemi də İran raketləri ilə sıradan çıxarılıb. İranın qərbində Amerikaya məxsus raket və dron vurulub. İran ordusu xəbər verir ki, ölkənin hava hücumundan müdafiə sistemləri Amerika tərəfindən İslam Respublikasına doğru atılan qanadlı raketi vurub. Digər bəyanatda isə bir neçə saat öncə İranın qərbində Amerikaya məxsus MG-9 tipli PUA-nın vurulduğu qeyd olunur. Bundan əlavə, İslam İnqilabı Keşikçiləri Korpusu ötən gecə İranın cənubundakı döyüş əməliyyatları zonasında casusluq edən Amerika kəşfiyyat dronunu vurduğunu bəyan etmişdi. Uğur şansı 10% olsa belə danışıqlar aparmağa çalışmalıyıq. Bu sözləri İranın Xarici İşlər Naziri Abbas Əraqçi deyib. İran yeni bir müharibə dalğası gözləntilərinə baxmayaraq Amerika ilə danışıqları bərpa etməyə razı olub. Əraqçi qeyd edib ki, müharibənin öz bədəli olduğu üçün uğur qazanmaq ehtimalı cəmi 10% olsa belə danışıqlar aparmağa çalışmalıyıq. Onun sözlərinə görə, İslam Respublikasının silahlı qüvvələri öz döyüş hazırlığını danışıqların nəticələrinə bağlanmayıb və hərbi qarşıdurmanın yenidən başlaya biləcəyi ehtimalından çıxış edib. Nazir qeyd edib ki, fevralın 28-də keçmiş ali rəhbər Xameneyinin iqamətgahına zərbə endirilməsi təhlükəsizlik sistemindəki boşluq ucbatından olub. Moskva vilayəti ərazisində PUA xəbərdarlığı elan edilib. Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Moskva vilayətində dron xəbərdarlığı elan edilir. Evdə qalın, pəncərələrdən uzaq durun və ya sığınacaq axtarın. Məlumatı qeyd olunub. İsrail ordusu Qəzza zolağında radikal qruplaşmalara məxsus hərbi obyektlərə zərbə endirib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, əməliyyat zamanı silah anbarı, silah istehsalı müəssisəsi və raket buraxılış qurğusu məhv edilib.